Bir dənə də çaxır. Deməli, ticarətlə məşğulsunuz. Hə, ticarətlə. Görəsən bu qarışıq zamanada bir qara qəpik xərcləyən tapılır? Niyə ki? Tapılanda tapılır. Qal olur, məndən haqsabı çürüt. Yox, aşına. Məncə işlər o qədər də yaxşı getmir. Sifətinizdən görürəm ki, mayanı vermişsiniz küləyə. Yox, Allaha şükür. Elə bir şikayətim yoxdur. Deyəsən bu cənab bizdən kəlmə kəsmək istəmir. İstəmir. Ya da bizdən nəsə gizlədir. Çaxır içirsiniz? Yox. İçən deyiləm. Naha. Gənciyə gələsən. Gəncə çaxırı dadmayasan, günah. Şair deyib, 3 günlük ömründə iç yaqut şərab. Ömür dönməz geri, çəkmə istirab. Görürsən ki, dünya hey xarablaşır, sən də gecə-gündüz mey iç, ol xarab. Şeirlə aranız necədir? Şeir vaxtı deyil indi. Yaxşı. Bu Qatır Məmməd deyilən var ha. Onunla aranız necədir? Bəzisi deyir quldurdur. Bəzisi deyir qaçaqdır. Siz necə bilirsiniz? Nə bilim valla. Yəni siz onun barəsində heç nə eşitməmişsiniz? Niyə? Eşitməyinə eşitmişəm. Deyirlər kasıb Yusufun tərəfini saxlayır. Belə işlər. Görəsən doğrudan da onun başı 1000 manata layiq deyil. Ya bizim bu Əbiləh Üsül İdarənin uydurmasıdır? Hə? Nə bilim? Hökumət bilən yaxşı. Xaloğlu, məndən haqsabı çürüt dətələsirəm axı. Heç kəs yerindən durmasın. Sənədləri yoxlayacaq.